Salam əziz izləyicilər, hamınızı xoş gördüm. Bugün qışa hazırlıq görürdüm. Biraz pomidor almışdım, bir qırmızı biber. Bugün dedim nə hazırladığımı sizlərlə paylaşmaq istədim. Hardasa belə 4 dənə belə balon, bu cür pomidorlar alıb 4 balon turşu üçün bunu hazırladım. Qalanını da rondodan keçirib bu cür qışa tomat kimi bir şey hazırlayacağım. İnşallah. İndi mən bunları buradan başlamağım odur ki, hələ heç nə eləməmişəm. Ancaq pomidoru rondodan keçirib döymüşəm, qaynayır. Bir də ki, turşularımı da elə pomidorlarımı yığıb doldurmuşam bankaya. İndi mən bunu necə bağlayıram? Mən bunu qaynatmayacağım, əziz xanımlar. Mən bunun üzərinə qaynanmış su alıram. 4'ünü də dolduracağım qaynanmış suyla. Bu cür qaynar-qaynar tökürəm. Birinci yaxalamışam qaynanmış suyla. Bunların 4'ünü də belə doldurub qaynamış suyla doldurandan sonra bunların üstlərini möhkəm örtəcəm. Qalandan sonra çıxardıb bir daha sularını qaynadacağım. Onda istərim lazım olan ərzaqları onda tökəcəm. Deməli mən bunları hamısını belə bir-bir belə oradan qaynadıb oradan tökürəm. Bunu mən indi bunları doldururam. Sonuncu bankamdır. Bankalarımızı doldurmuşum. Şimdi mən bunların üzərini belə bir qalın adyalla bağlayacağım. Bir 20 dəqiqə bu belə qalacaq. Bu qalandan sonra, ondan sonra mən o suları boşaldıb təzədən yenə içinin ərzaqlarını atandan sonra sarımsaq falan lazım olan təzədən isti su ilə doldurub bağlayacağım. 20 dəqiqədir. Artıq bunu bükmüşük adyala. İndi mən bunu açıram bunları. Bunların suyunu bura boşaldırıq biz. Dördünü də belə hamısını boşaldıram bura. Deməli, indi mən bunların hərəsinin içinə 2 dənə belə biber qoyuram. Bu şirindir. 2 dənə də az. Azı sevən olsa daha da artıq qoya bilər. Bizdə mən elə 2 dənə qoyuruq bəsdir. Bunların petruşkasını qoyuram. Mən həmişə bunun petruşkasını bol qoyuram. Turşuyanda çox qəşəng dadır bu. Sarımsaqlarını atıram. Rəsmini 5-6 dənə sarımsaq. Sarımsağını mən bol tökürəm həmişə. Sonra dəfnə yarpağı qoyuram hərəsini 3 dənə. Kalması. Hemen bir istok tökülük arasına bir de
Rəsmi bir qaşıq pesoq tökürəm. Arasına 2 qaşıq da duz tökürəm. Mən duzunu çox eləmirəm. İndi elə adam var buna 3 qaşıq tökürəm, mən 2 tökürəm. Çox duzlu olmaz. Deməli, arasına bir qaşıq da uksus tökürəm. Uksus pomidoru yaxşı saxlayır. Həm bərk olur pomidor, həm də atmır. İndi mən orada qoymuşam suları qaynasın. Qaynayandan sonra təzədən eyni suyu dolduracam bura. Demək ki, bizim burada artıq bu tomatımız da hazırdır. İndi mən də bunun da duzunu tökürəm. Bura hardasa olar bir 15 kilo. Mən bura 5 qaşıq duz atacağım. 3 4 5. Bura bir 2 qaşıq yarım da böyle pesoq atacağım. O hardasa bir 5 dəqiqə bunlar belə qaynasın. Sonra bunları da artıq dolduracağım. Bankiyə. Bunu mən qışda tomat kimi də işlədirəm. Ümumiyyətlə hər şeyə lazım olur. Belə xörəyin üstünə tökməyə, lap bir 10 dəqiqədə qaynasın, suyu tam çəkilsin. Şu dolduraq. Öz suyu qaynayana qədər burada qaynatdım, tökdüm. Onu səbrim çatmadı. Onu da gözləmək, qaynadıb təzədən tökmək olar. Amma mən belə tez olsun deyə belə tez qaynadıb tökəcəm bundan. İndi biz götürürük. Bu cür ağzımıza katlayırıq. Demək ki, bir fırlayırıq. Yəni, burada baxaq görək. Əgər bankamızın ağzına su buraxmırsa, demək ki, hazırdır. Heç bir şey. Su. Bu hazırdır. Bunu bu cür belə qoyuruq. Bir bağladıqca bunların hamısını belə pişiririk. Səhərə qədər belə qalacaq. 4-ünü də eləyəcəm. İndi onları eləyənə qədər bu soymasın. Çünki kondisioner bumbuz eləyir. İndi deməli, mən bunların hamısının içinə qaynamış tökdüm. Sonra belə qapaqlarını strezavat edirik. Biraz da belə qalsın ki. Çünki mən bunları qaynatmayacağım. Belə də tomatımızı doldurub bağlayacağım. Bir dəfə də mən burada belə qaynamışdım içində. Bunları qaynadıram. Mən buna çox qaynatmadığım üçün belə diqqət edirəm ki, o burada bu cür tomatımızı da qaynaya strezavat elədiyimiz bankalara doldurur.
Bunlar qışda pizzaya da qəşəng gedir, dolmanın üstünə, hər şeyə çox gözəl, əlverişli. Bunun içində hardasa 3 kiloya yaxın da qırmızı şirin biber var. Bu cür doldurub yığırıq hamısını bankalarımıza. Bu da əziz xanımlar, turşularımız, bu da tomatlarımız. Demək ki, bunları da bu cür bağladıq. Allah hamının hazırladığını ağız şirindən qismət eləsin.